Hamımız Ayetül Kürsünü oxuyuruq. Ayetül Kürsü Quranın canıdır. Quran-ı Kərimi Ayetül Kürsüyə sığışdırıb Allah. Ayetül Kürsüdə belə bir cümlə var. Fəmən yəkfur bit-tağut və yu'min billah. Buyurur ki, kim tağuta kafir olsa, tağut nədir? Allah'tan qeyri bütün qüdrətlərə, Allah'tan qeyri bütün güclərə kafir ol. Əvvəl bu gəlir. Fəmən yəkfur bit-tağut, sonra deyir və yu'min billah və Allaha iman gətirsə. Allah'tan qeyri qüdrətlərə kafir olmalısan, üsyan etməlisən, yəni mənəvi baxımdan qəbul etməməlisən. Fəmən yəkfur bit-tağut, əvvəl bu gəlir. Qopdun və yu'min billah, sonra bitişmə gəlir. Bunlardan qopub bitişirsən Allaha, nəticə nədir? Fəqəd istəmsəkə bil-urvətil vusqa, möhkəm ipdən yapışdı bu adam. Bu adam qüdrət mənbəyinə çatdı. Lənfisamə laha, qırılmaz bir ipdir. Əlində özü üçün bir dayaq nöqtəsi tapdı. Möhkəm dayaq nöqtəsi. Öz ayaq üstə durub möhkəmdir, sarsılmazdır yanıb. Heç nə onu ayaqdan sala bilmir.